Həndəsən ilk anlayışları 179 nömrəli sual verilmiş şəkildə AD bərabər DC bərabər CB olarsa x neçə dərəcədir? Deməli, əvvəlcə şəkli çəkək. Deməli, əvvəlcə burada verilən bucaq 60 dərəcə. Bizə x-i tapmaq lazımdır. 100 dərəcə x. Sonra verilən bu tərəflər hər üçü bir-birinə bərabərdir. İndi buradan tapaq. Deməli, buradan hər hansı bir ixtiyari düz xətt çəksəm mən, əgər çəksəm, bu olur, bu üçbucaq olur bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucaq olur. Bərabər yanlı üçbucaq oturacağı bir bucaqlar bir-birinə bərabərdir. Cəmi 180 dərəcə 60. Bura qalır 120. 120 bir-birinə bərabər olduğu üçün hər biri 60-60. Bu 100 idi. 60, bura düşəcək 40 dərəcə. Burada da bərabər yanlı, üzr istəyirəm, bərabər tərəfli, yəni düzgün üçbucaq əmələ gəldiyi üçün bunun bütün tərəflər bir-birinə bərabərdir. Bu tərəfdən də bu ikisi bir-birinə bərabər olur. Və olur deməli bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucağın oturacağı bir bucaqları bərabərdir. Bununla daxili bucaqları cəmi 180, 40 qalır 140 dərəcə. 140-dan 70 bura, 70 bura. X deməli olur 70 dərəcə. Cavab deməli 70 dərəcə böyük ehtimalla D variantı olacaq.